Yallah, abaratlandı. Faza. Bol faza, abaratlandı. Su. Bakın tokları gösterirəm. 217. Üç faza da yoktur. Tok oradadır, gösterdi orada. Hamısı 219, 216. Eli. Hamısına otu belə at. Kalın at geçsin. Möhkəm at. Hamısına at. Növbə ilə at geçsin. Bax, qalınlıqlarına bax, yoncadır. Keçmir, at təkərdən, bax. Hamısına inə eləyə qoymuş, irələr. At geçsin. Üç kilovatlar 1000 manatdır. 4 kilovatlar 1200 manat. 5 kilovat 1600 manat. Toku çıxdı onun. Əlinin ayağı dəydi, toku çıxdı. At geçsin. At. Salyanın 4 kilovatı, Kürdəmirin 4 kilovatı, Şəkinin 4 kilovatı, Oğuzun 4 kilovatı. At geçsin, hamısını at. Əli tez at. Tez at kardeşim. Danışan Usta Sərxan Dəmir Sərvət Şexindən Bilasvar arasının özüdür. Nol fazalar, 3 fazalar, traktorla, kardanla, ot doğrayan, burada çəkən, Mişelka qarışdıran, doğrayan, ne istiyorsunuz? TikTok'da da səhifəmiz Dəmir Sərvətdir, YouTube'da da səhifəmiz Dəmir Sərvətdir. Nömrəmiz 070 298 38 08. Baxın. Doğramaklara bakın. Dartınma var, ne dartınma var, ne balans var, ne draşeniya var. Onun toku çıxıb orada, yan uzaqda toku çıxıb. Baxın. At, hamısını at geçsin. Əli o aparatın təkəri göydə qalıb yıllanır. Çox at, qardaşım. Əli, çox at, hamısına çox at, az atma. Çox at, bəli, çox at. Görürsünlər ki, Usta Sərxan aparatı nədir? Mən belə çəkiliş eləmək istəmirdim. Son vaxt görürüm bu ki, dızıt ustalar var ha, qaloş özün tanıyan ustalar var ha. Həmin adamlar demək qaloş. Gəlib bir gün səni evində əxləyəcəm. İstəyirsən kişi kimi işlə. Ha, kişi kimi işləmə. Qaloşun təmsilçiləri 4-5 dənə olur. O gün məni Şəmşirdə bu sözümə görə saxladılar. Dedim sən nə var? Neçə nəfərsən? Bir səfər. Talih yandı, talih otu maşına. 3 nəfərin qabağında özüm tək durdum. Dedim sən nə var? Söhbətin var, biləsi var, deyəm Şəmşirin deyəm. Səbətin yanında. Sözüm var, dedi sənin kimi də oğlan tanınırıq. Söhbət elənməlik. Sən ki belə 3 nəfərin qarşısında kişi kimi məhv durdun ha. Sənə zaval yoxdur. Dedim mən biləsi varlıyam. Biləsi varımı adını təmsil eləyirəm. Mən qaloş deyirəm, üstəyəm. Dedi səni sınıyırdıq usta. Çox özündən deyirsən. Dedim özündən demirəm. Dilimə görə ki, erkələr də var. Mənə qorxma haramdır. Ümumiyyətlə, qorxu kişiyə nöqsandır. Bax, hamısı biləsi var uşaqlardır, baxın. Adamı hövsələdən çıxartmıyor. Hamı çörək qazanır, biz də çörək qazanırıq. Kişi kimi qazanırıq. Dəymə mənə, dəyməyim səni. El oğlan var, 5 dənə aparat satıb, 5'inin videosu məndə. Salyana satıb, Desaliyə satıb, Aksavaya satıb, videolar var məndə. Mən onları paylaşmıram ki, oğlan evinə, arvadına, uşağına, körpəsinə çörək qazanır. Əli söndür. Çörək qazanır. Onun videosunu səhifəmdə paylaşsam, çörəyin nə olar? Bugünkü gündə ha, söndür. Çörəyini haram qatmış olarım. Mən kişiləmə yıxışdırıb onu eləmirəm. Amma haçansa müddət gözləyirəm, onu eləyəcəm. Çünki o özünə hörmət eləmir. O oğlan haçansa mənə zəng vurub desə, usta, üzrlü hesab elə. Sənin haqqında danışmışam, səhv eləmişəm. Onda mən onun haqqında belə şey danışmayacam. Hələ ki, bizim ümumiyyətlə mənim yox 5 dənə ustanın dalınca danışır. Ona görə mən belə çəkiliş edirəm, yəni danışma. Oğul axtarıram Azərbaycanda, bax mən oğul axtarıram, elə oğlu var. Bir dənə Kazım Ucarı balasıdır, bir dənə Raqif Gəncəli balasıdır, bir də Usta Sərxan Biləsi arasıdır. Motorlara zəmanət verir. Başqası da tanıyırsa desin zəmanət verirəm. Baxın. So, öpürəm sizləri.